Salam tontuşlar, necəsiniz? Yaxşısınız? 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 Heç nə. Mən mağazaya getmişdim. Mən evdən göndərdilər ki, təmizlik vasitəsi olan sabun al gətir, təmizlik üçün də. Bizdə ancaq sabun təmizlik üçün nəzərdə durur. Ya paltar yumaq da məsəl üçün. Ya da əl üst sabunu deyirlər də, təmizlik üçün. Amma demə, mən sabun tapmadım dükanda. Dedilər, qutarıb, alıb aparıblar, qıtlıq var. Dedim, nə oldu bu cəman, nə oldu bu qədər, neyini görər? Dedi, artıq sabun təmizlik vasitəsi kimi alınmır. Başqa bir şey üçün alınır. Nədən mən bu qərara gəldim? Mən baxıram, Fatma xanım var, xalq artisti, yaşlı, biraz da bu yaxınlarda ağır bir xəstəlik keçirdi, bilirsiniz. Belə baxanda biz heç yerli deyilik, qohumda deyilik. Amma Fatma xanım illərin sənətkarıdır da. Qarabağlı, Ağdam bölgəsindəndir. Özünə böyük hörməti var. Bu insan yaşlanıb, ola bilər yaşlanıb, ola bilər xəstəlikdən hansısa əlamətlər var. Ona böyük hörmətim var, çox yaxşı insandır. Onun qızı da oxuyur. Efirdə deyib ki, mənim qızım Tarkandan yaxşı olub, oxuyur. Nə olsun deyəndə ki, nə olsun deyəndə ki, sadəcə Tarkan bilirsiniz, nə üçün sizin üçün Tarkandır? O böyük ölkənin starıdır. Yəni sabun məsələsi də bizimkilərə aiddir. Sabun bizimkilərə aiddir. Yaxşılarımızdan uzaq. Sabun əlinizdən heç düşməsin. Yaxşılarımızdan uzaq. Bizdə ona görə heç vaxt birlik olmayıb, olmayacaq da. Bunu mən sizə deyirəm. Çünki birlik olsaydı, yəqin Fatma xanımın paylaşanda, orada Fatma xanıma yazılan şərhlər, onu ələ salmalar, qızını ələ salmalar, məni bu fikrə gətirməz. Mən gördüm, oxudum hamısını. Nifrət edirəm. Biz bu nədən əmələ gəlir? Bəzi insanların kökü yoxdur. Mən başa düşürəm, ola bilər nənələri heç kimə əsrlər boyudan, əsrlər boyu deyirəm, heç kimə atqaz eləməyiblər, nəyə görəsə, üzləri yumuşaq olub da, ürəkləri hamıya hə deyib və müxtəlif xalqların xəstə qoşunlarından, öz vətəninə gedə bilməyən xəstə qoşunlar, şikəst, xəstə, oradan nənələr onlara atqaz eləməyib, qalıblar onlar burada, onların bildiniz də, daha hər şey açıb deyə bilmirəm. Köksüzlük belə olur. Köklü insan, köklü xalq heç vaxt öz xalqının, hətta belə pis olsa belə, onu ayağa vermir. Mən belə başa düşürəm. Allah sabununuzu bol eləsin. Sabun bol olarsa basılmaz vətən. Fatma xanım Mahmudova, siz sevirəm. Siz bizim ölkəmizin, torpağımızın xalq artistisiniz, böyük sənətkarısınız. Siz sevirəm. Eybi yoxdur. Siz ona görə də bu xalqa yaxşılardan uzaq, güvənməyin. Yıxılanda bu xalq adamın ayağından tutan deyil, biləsiniz. Əlindən tutan deyil, qaldırmayacaq. Başqalarını qaldıracaq, sabun məsələsi. Özününkin yox. Bunu mən sizə deyirəm. Allah məni yaxşılardan uzaq. Bu xalqın bəzi nümayəndələri, çoxları ona möhtac eləməsin məni. Hər birimiz, bütün yaxşı insanlara arzu edirəm onu. Fatma xanım, siz sevirik.